Allah hər birimizə xeyirli və salih, sağlam övladlar qismət eləsin. Günlərin birində qoca bir ata isti və bürkülü yay havasından əziyyət çəkdiyi üçün oğlu ilə birlikdə həyətdəki ağacın altında kölgələnirdi. Oğlu qəzet oxuyur, özü isə çəliyə söykənərək sakitcə ətrafa boylanırdı. Həm isti yay havası, həm də ki həyətdəki sərçələrin səsi atanı rahatsız edirdi. Ağır eşitdiyi və zəif gördüyü üçün o hərdən qulağına gələn səsin nə olduğunu və hardan gəldiyini anlaya bilmədiyindən oğlundan soruşdu ki, oğul, o səs eləyən nədir? Oğlu gözünü qəzetdən çəkməyərək sərçədir dedi. Ata ətrafa ha boylanıb baxsa da heç nə görə bilmədi. Bir qədər sonra yenə səsdən rahatsız olan ata oğlundan təkrar soruşdu. Oğul, hərdən səs eşidirəm, o səs eləyən nədir? Atasının təkrar soruşmasından əsəbləşən oğlu, ay ata, indicə dedim axı, sərçədir, sərçə. Ata susub bir söz demədi. Amma o yenə də rahatsız idi. Hərdən qulağına gələn səslərin nə olduğunu anlamayan və yaddaşının zəif olduğundan əvvəlki soruşduqlarını unudan ata oğlundan təkrar bir də soruşur. Ay oğul, hərdən qulağıma zəif səslər gəlir, o səs eləyən nədir? Bu dəfə dözə bilməyən oğlu əlindəki qəzeti 2 qatlayıb yerə çırparaq qəzəblənib deyir ki, ay ata, 3-cü dəfədir soruşursan, dedim axı sərçədir, sərçə. Ata heç bir söz demədən çəliyə söykənərək ayağa qalxıb yavaş-yavaş evə qayıdır. Çox çəkmir ki, əlində vərəqləri saralmış köhnə bir dəftərlə geri dönüb oğlunun yanına gəlir. Əlindəki dəftəri ona uzadıb deyir ki, bu dəftər sənlə yaşıtdı oğul, götür bu dəftəri. Orada sənlə bağlı mənim çox xatirələrim var oğul. Hələ körpəykən beşikdə sənin hər qığıltına, dodaqdakı hər təbəssümünə, çöhrəndəki hər sevincinə 1000 məna verib özümə sənli bir dünya qurmuşam. O dəftəri oxusan görəcəksən ki, sən ilk dəfə sərçəni görəndə onun nə olduğunu məndən düz 27 dəfə soruşmusan. Mən də hər bir cavabında sənə o sərçədir canım mənim demişəm. Götür dəftəri oxu. Orada mənim sənə deyəsi çox sözlərim, həm nəsiyyət, həm də vəsiyyətlərim var oğul. Bu etdiklərinə görə peşman olan oğlu dəftərin ilk səhifəsini açıb atasının ona yazdıqlarını göz yaşları içində oxudu. Ata oğluna yazmışdı. Ömrümün mənası, gözümün nuru oğul. Hələ ki körpəsən, beşikdə mışıl yatan məsum bir körpə. Hər gün bir buğda boyu artan boyuna baxıb qürur duyuram oğul. Günbəgün maşallah böyüyürsən. Gün gələcək mən qocalacam, amma sən inşallah böyüyüb mənim yurdumda, mənim ocağıma sahib duran igid bir oğul olacaqsan. Canım oğul, səndən tək bir istəyim var. Əgər mən qocalıb özümü idarə edə bilmərəmsə, əgər əllərim əsib, yediyim yeməyi üstümə tökərəmsə, məndən ikrah olub heç vaxt mənə əsəbləşmə. Yanımda əyləş, məni özün yedi oğul. Əgər görsən ki, yaddaşım itib eyni bir sözü dəfələrlə təkrar edirəmsə, mənə acılama. Xatırla ki, körpə vaxtı sevdiyin
Amma yadında saxlaya bilmədiyim bir nağılı mən sənə dəfələrlə səni sevə-sevə, dönə-dönə danışmışam. Görsən ki, həyatdakı inkişafla bağlı yenilikləri anlayıb başa düşə bilmirəm. Çətinlik çəkirəm. Mənə əsəbləşmə, qurbanın olum. Axı bir zaman mən sənə ondan da çətinini öyrətmişəm. Əgər ayaqlarım sözümə baxmasa, məni gəzdirməkdə çətinlik çəksə, əlimi əlinə al oğul. Mən də sənə körpə vaxtı əl verib sənə yeriş öyrətmişəm. Attığın hər addımına sevinmişəm. Əgər nə isə unudub danışa bilmirəmsə, çətinlik çəkirəmsə, bu halıma da üzülmə oğul. Çünki əsas olan mənim nə demək istədiyim yox, əsas olan sənin mənim yanımda olmağındır. Ola bilsin ki, mən özümü, hətta sənin belə kim olduğunu unudum, amma sən heç vaxt unutma ki, mən atanam. Mənə qarşı çalış, səbirli ol. Səbirli ol, qurbanın olum. Səbirli ol ki, son günlərimi yaşayıram. Səbirli ol ki, ömrümün sayılı qalan son günlərini barı rahat başa vura bilim. Sənə verdiyim əzablara, yaşatdığım çətinliklərə görə məni bağışla, qurbanım ol. Mənə haqqını halal et. Unutma ki, səni bütün ömrüm boyu qəlbimlə, ruhumla sevdim oğul. Odur ki, ey atalı bəxtəvər, atanın qədrini sağlığında bil. Bir düşün dünyada sənin üçün nələr etdiyini gətir yadına. Atanın qədrini sağlığında bil. Ahıl yaşlarında yetiş dadına, atanın qədrini sağlığında bil. Min cür əziyyətlə qazanar çörək, atadır hər evdə qızıldan dirək. Mərmərdən baş daşın nəyinə gərək, atanın qədrini sağlığında bil.